Qapısını döydü, dedi ki, gördü xanım Zəhra yamaqlı paltardadır. Gəlin köçüb 2 gündür. Baxdı, dedi, qızım, bəs ya bir gündür, ya elə həmin gündür. Gəldi Peyğəmbər qızın evinə. Dedi, qızım, bəs gəlinlik paltarın hanı? Niyə yenə həmin paltardasan? Baxdı, dedi, ata, mən Allah yolunda onu verdim. Gəlinlik libasıdır, gəlin köçən gün verib yamaqlı paltarda bəy evinə gedən bir xanım. Peyğəmbər baxdı, dedi, niyə verdin ki qızım onu? Deyir, Quran buyurmur, lən tənalül bir həttə tunfiqu mimmə tuhibbun. Ən qiymətli şey üzü verməsəz. Mənim də dünya malından ən qiymətli şeyim ömrümdə bir dəfə giyindiyim gəlinlik libasım idi, onu verdim. Allah Cəbrailı nazil edir. Deyir ki, Fatimiyə salam de və denən ki, ya Rasulallah, Allah deyir, Fatimə indi bu saat nə istəsə verəcəm. Nə istəsə verəcəm. Deyir, bir dəqiqə yalnız düşünür, başına qaldırır. Deyir, ata, ya Rasulallah, nə qədər fikirləşdim. Görürəm, bircə istəyim var. Bu da Allahın camalına tamaşa eləmək. Allahı görmək, Allahın görüşünə nail olur.